Qardabanidə Oğuz Liqası 2 beynəlxalq döyüş gecəsi keçirilib. Sözü gedən yarış Nicat Əliyev və İbrahim Məmmədovun təşkilatçılığı ilə baş tutub. Kosalı kəndində keçirilən gecədə Azərbaycan, Türkiyə və Gürcüstandan bir sıra idmançılar iştirak ediblər. Boks, MMA və kickboksing üzrə ümumilikdə 12 qarşılaşma baş tutub. Bu döyüşlər profesional qaydada davam eləyirdi. Hamısı rekord verilir bu döyüşlərə. Topoloji deyilən səhifə var, orada görünəcək hamısı. 4 titul döyüşü idi və bir titul döyüşü WFMC üzrə dünya kəməri uğrundaydı. Bu kəmərlər isə Oğuz Fight Liqası üzrə dünya kəmərlərdir. Şükürlər olsun ki, bugünkü gün bu kəmər Qardabana gəlmişdi, Qardabanda da qalası oldu. Opşidə 24 idmançı qatılmışdı. Bunlardan Azərbaycandan qatılanlar var idi, Türkiyədən qatılan var idi və Gürcüstanın fərqli bölgələrinin güclü idmançıları qatılmışdı. 3 görüşümüz boks üzrə oldu. Geridə qalan 4 döyüş MMA üzrə oldu. Geridə qalan 5 döyüş kickboksing üzrə oldu. Gecənin ən böyük döyüşlərindən biri isə WFMC üzrə dünya kəməri uğrunda 2 qat dünya çempionu Kənan Bayramov ilə Taryel Arganaşvili arasında baş tutub. Qarşılaşma Bayramovun qələbəsi ilə yekunlaşıb. Mən illərdir ki, kickboksing peşəkar döyüşürəm. Həmçinin 2 kərə dünya çempionuyam kickboksing K1-də və illərdir xaricdə, Asiyada, Avropada, Orta Doğuda çox böyük təşkilatlarda döyüşmüşəm, döyüşməyə davam edirəm. İlk dəfədir ki, öz vətənimdə, öz şəhərimdə döyüşə çıxıram və bu mənə çox böyük qürur, çox böyük heyecan, çox böyük sevinç verir. Çünki burada doğmalarım var, yaxınlarım var, qardaşlarım var, ailəm var və ən önəmlisi həmşəhərlilərim var. Mən burada böyümüşəm. Bu döyüş mənim üçün karyeramdakı çıxdığım bütün böyük döyüşlərdən, ən böyük orqanizasiyalardan daha vacib və daha heyecan vericidir. Çünki yenə təkrar edirəm, burası mənim üçün çox doğmadır.